Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bu günləri sizə 119 marşrutuna yaxın bir yerdə manat betonla tikilmiş 2 mərtəbə yer çəkisi sizə təqdim edirəm. Evimizin həyət hissəsidir. Kürsülüdür. 5 daş kürsüsü var. İndi isə daxil olaq evin içərisinə. Sağda belə bir mətbəxdir. İsti poldur. Burada isə sanitar qovşağıdır. Geniş bir sanitar qovşağı var. Burada isə böyük bir qonaq otağı var. Pəncərəsi maneəsizdir. Manal betonla tikilmiş evdir. Əla bir evdir. Yenə qeyd edirəm 119 marşrutuna yaxın bir ərazidə yerləşir. İndi isə qalxaq 3-cü mərtəbəyə. Pilləkənləri çox gözəl. Qot ağacından yığılıb. Enlidir pilləkənlər. Fikir verirsiniz. Hər evdə belə pilləkən yığılmır. Solda böyük bir otaqdır. Balkona çıxışdır. Burada balkona çıxışdır. Burada evimizin həyətidir. Burada sanitar qovşağıdır, əlavə 2-ci mərtəbədə. Burada 3-cü otaqdır. Burada isə 4-cü otaqdır. Evimiz 4 otaqdan ibarətdir. Aşağıda bir qonaq otağı geniş, sanitar qovşağı, mətbəx geniş, isti pol 1-ci mərtəbədə. 2-ci mərtəbədə 3 dənə otaq geniş, sanitar qovşağı. Evimiz manat betonla inşa olunub. 119 marşrutuna yaxındır. Kim istəsə zəng edib əlaqə saxlaya bilər. Sağ olun, Allah'a emanet.